Bismillahirrahmanirrahim. وَمَنْ يُهَاجِرْ فِي سَبِيلِ اللَّهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللَّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الموت فقد وقع أجره على الله وكان الله غفورا رحيما. Rəhman və rəhim olan uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində, bərəkət dolu günlərdə yenidən hər birinizi xoş gördük. Bugün də Quran-Kərimin fərqli bir ayəsi işığında əsr saadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Mədinə şəfqətli bir ana kimi Məkkəli müsəlmanlara qucaq açmış, Həzrət Peyğəmbər sallavatullahın hicrəti ilə şəhərlərin ən şərəflilərindən birinə çevrilmişdi. Mədinə demək olar ki, artıq müsəlman yurdu idi. Uca Rəbbimiz bütün möminlərə Mədinəyə hicrət etməyi əmr etmişdi. Lakin Məkkədə hələ də Mədinəyə hicrət edə bilməyən, Rasulullah sallavatullahın sevgisi və həsrəti ilə alışıb yanan möminlər var idi. Bunlardan biri də Cündəb bin Damra idi. O, xəstə və yaşlı biri idi. Hicrəti gecikdirdiyinə görə qəlbi niskillə dolu idi. Bir gün Rəbbinə belə dua etdi: Allahım, mənim müşriklərin yurdundan çıxart, hicrət diyarına qovuşdur. Həzrət Peyğəmbər sallavatullahın yanına gedim, ona yardım edim. Cündəb bin Damranın 4 oğlu var idi. Bir gün zəif, amma qətiyyətli bir səslə onlara səsləndi: Məni buradan aparın. Övladları təlaşlı bir halda: Ata, səni hara aparmamızı istəyirsən deyə sual etdi. O yaşlı insan titrək əlləri ilə Mədinəni işarə etdi və beləliklə onlar uzun və çətin səfərdən sonra Tənim adlı bir yerə çatdılar. Lakin xəstəlib Cündəb bin Damranı burada taqətdən saldı. Yol onun üçün elə burada sona çatdı. Son nəfəsində dodaqlarından belə bir söz süzüldü: Allahım, mən sənə doğru səfər edirəm, mən sənə doğru hicrət edirəm və elə oradaca ruhunu Rəbbinə təslim etdi. Bu xəbər Mədinəyə çatdıqda səhabələrdən bəziləri belə dedi: Kaş Mədinəyə çataydı və hicrətin savabını tam alardı. Bu sözün üzərinə uca Rəbbimiz Həzrət Cəbrail əleyhissalam vasitəsilə Həzrət Peyğəmbərimizə Nisa surəsinin 100-cü ayəsini nazil etdi. Uca Rəbbimiz bu ayədə belə buyurdu: Allah yoluna hicrət edən kəs yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət edər, sonra isə ölüm yolda haqlayarsa, onun mükafatı Allaha aiddir. Allah bağışlayan və sonsuz mərhəmət sahibidir. Əziz və dəyərli izləyicilər, bəzən insan zahirən məqsədinə çata bilməsə də, daşıdığı ali niyyətə görə ən uca bir zirvəyə yüksələ bilər. O, yəni Cündəb bin Damra da Mədinəyə çata bilmədi, amma Allah qatında mükafatlananlardan oldu. Bəzən biz də dünya həyatında bir hicrətimiz olur. Bəzən günahımızdan Rəbbimizə doğru yönəlirik. Bəzən qorxumuzdan Rəbbimizə doğru yönəlirik. Bəzən isə Allah sevgisindən, Allah şövqündən Rəbbimizə yönəlirik. Uca Rəbbimiz bu bərəkətli Ramazan günlərində bizləri də günahdan, xətadan Rəbbimizə hicrət edən, Rəbbimizə yönələn qullarından qərar versin. Necə ki, Rəbbimiz bir ayda buyurur ki, Allaha tərəf qaçın. Rəbbimiz bizi günahdan, xətadan ona sığınıb, ona yönələn, ondan yardım istəyən qullarından etsin.